Salam əziz dostlar, hamı salamlayıram ama bir şərəfsiz haqqında danışmaq istəyirəm. Bir şərəfsiz var, adını Azər qoyub, Azər. Səhər dünən mənə zəng eləyir. Deyir ay hacı, saat 9'dur nədir? Deyir bəlkə bir qohumunda, tanışında bir işçi olan şofirdə gəlsin sürücü işləsin. Mən Nəqliyyat Nazirliyinin əməkdaşıyam, sürücü lazımdır mənə. Qohumumu vermişəm, telefonum ona ki zəng elə, səni işe götürmək istəyirlər də sürücü kimi. Xahiş edeyim. Bu şərəfsiz bilmirəm adı Azərdir, nədir mənə Azər deyim. Nömrəsiz adı da var. Deyib ki hacı adamı gönder işe götürüm onu. Allah'ım mənim o qohumumu ondan biraz pul alıb bu şərəfsiz. Qohumum da sonra zəng edib ki pulu attım sənin kartıma. Hara gəlim, neyniyim? Hemen qohumumu bloka salıb. Bu şərəfsiz nömrəsini görürsünüz də. Bax budur nömrəsi də. Bu şərəfsizin. Xahiş edirəm əziz dostlar, belə şərəfsizlərə allanmayın. Adını Azər qoyub, utan öl, haram xoşun olsun. Belə yaşamaqdansa özünü öldürə, boyumu yerə soxum sənin.